Azərbaycanda tanınmış kardioloqun qəfil vəfatı hər kəsi sarsıtdı. Azərbaycan tibb ictimaiyyəti bu gün ağır itki ilə üz-üzə qalıb. Manşet azın əldə etdiyi məlumata görə Dəmir Yol Xəstəxanasının tanınmış kardioloqu Nurlana Əliyeva qəfil vəfat edib. İlkin məlumatlara əsasən həkim evində qəfil boğulma nəticəsində dünyasını dəyişib. Onun gözlənilməz ölümü həm səhiyyə işçiləri, həm də yaxınları və pasiyentləri arasında dərin kədərə səbəb olub. Nurlana Əliyeva uzun illər boyunca minlərlə xəstəyə ürək sağlamlığı ilə bağlı xidmət göstərmiş, peşəkar və vicdanlı fəaliyyəti ilə həmkarlarının və pasiyentlərinin böyük rəğbətini qazanmışdı. Onun tibb sahəsindəki bilik və təcrübəsi, insanlara göstərdiyi diqqət və qayğı onu sevilən bir həkimə çevirmişdi. Sosial mediada da onun vəfatı ilə bağlı çoxsaylı paylaşım və başsağlığı mesajları yer alıb. Həmkarları, tələbələri və müalicə etdiyi insanlar Nurlana Əliyevanın yaddaşlarda daim gülərüz, yardımsevər və peşəkar bir həkim kimi qalacağını bildiriblər. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verilir.